Hiç düşündün ki bu münasibətdə və yaxud da ki, bu evlilikdə ən çox nə zaman yorulursan? Dalaşanda, yoxsa anlaşılmayanda, bəlkə də özünü itirəndə? İllərlə sevgi fədakarlıqdır deyib hər şeyi çiynində daşın. Qarşı tərəf inciməsin, evdə sakitlik olsun deyə sustuğun hər bir cümlə əslində özünə etmiş olduğun bir haqsızlığa çevrildi. Başqalarının rahatlığı üçün öz hisslərindən imtina edirsən. Çünki qadın sevdiyi zaman tamamilə özünü unudaraq qarşı tərəfə özünü qurban verir. Amma bir gün baxırsan ki, hamını xoşbəxt etmək üçün qaçılan bu yolda özün yox olmusan. Və ən acısı da odur ki, susqunluğun hər şey yolundadır zənn edilibdir. Amma unutma, sən yalnız başqalarını xoşbəxt etmək üçün var deyilsən. Sənin də hisslərin, sənin də yorğunluqların, sənin də anlaşılmağa ehtiyacın olan bir qəlbin var. Özünü unutduğun bu münasibətdə heç kəs sənə təşəkkür etməyəcək. Bugün özünə bir söz ver. Öncə özünü dinlə. Və bu video sənin qarşına təsadüfən çıxmadı. Unutma, sən tək deyilsən.